Şəmkir rayonunda suda 2 nəfər boğulub. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə rayonun Seyfəli kəndi ərazisində baş verib. İlkin məlumata görə su kanalında batan şəxslərdən biri qızdır. Fövqəladə Hallar Nazirliyinə Qafqaz İnfoya bildirilib ki, Nazirliyin 112 qaynar xəttinə Şəmkir rayonu Mehrili kəndində Şəmkir çay su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilas ediciləri axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib. Axtarışlar davam etdirilir. Əldə etdiyimiz son dəqiqə məlumata görə suda boğulanlar 2004-cü il təvəllüdlü İbrahimov Ümid Elxanoğlu və 20 yaşlı Aliyə Həsənovadır. Əlavə məlumat veriləcək.